Onu hər dəfə sakitləşdirərək, problemlərini özlərinə götürərək, narahat olma, mən həll eləyərəm deyərək, kişilər qadınların isterik davranışlarına təkan verirlər. Açığı qadın da elə bu yolla sevilməyi öyrənir, duyğularını böyüdür ki, hiss olunsun. Kişi isə xilaskar olur ki, dəyərli olduğunu sübut etsin. Nəticədə qadın heç vaxt rahatlamır, yəni isterikaları daha da çoxalır. Kişi isə içdən içə tükənir, deyir nə qədər olar. Çünki bu münasibətdə hər iki tərəf böyüməmiş uşaq kimi davranır. Yəni qadın görünmək üçün qışqıran bir uşaq, kişi isə hər kəsi xilas etməyə çalışan bir uşaq qəhrəmanı olur. Amma iki uşaq bir yerdə sağlam münasibət qura bilməz. Birinin emosiyalarına sahib çıxmağı, digərinin isə özünü sübut etməyə ehtiyac duymadan yanında dayanmağı öyrənməlidir. Əsl sevgi xilaskarlıq deyil. Əsl sevgi böyümək və bir-birinə yetkin tərəflə bağlanmaqdır.